Hər vaxtınız xeyirli olsun. Bugün birlikte çok dadlı, çok lezzetli ve yüngül bir börek hazırlayırıq. Bunun için ilk olarak yarım kilogram unumu ve bir yemek kaşığı qarğıdalı unumu bir qaba əlavə edirəm. Üzerine bir çay kaşığı quru maya, təxminən yarım stakan duru yağ, ağız tadımıza uyğun duz və ilıq su əlavə edib qəşəng bir xəmir yoğururam. Xəmirimi çox qəşəng yoğururam, çünki nə qədər qəşəng yoğurularsa o qədər yumuşaq olar və özünə yaxşı gələr. Göyərti olaraq göy soğan, çuğundur sapı, şüyüd və kəvər istifadə etdim. Hər birindən 2 dəstə, yalnız kəvəri 3 dəstə istifadə etdim. Çox təəssüf ki, yay fəsli olduğu üçün göyərti tapmaq çox çətin bir işdir. Ona görə də tapdığım göyərtilər bunlar olmuşdu və keşniş özüm bilərək əlavə etmədim. Cəfər isə bu böreğe yaraşmaz. Daha sonra ise üzerine yarım kilogram da ağ pendir əlavə edib yaxşıca qarışdırıram. Pendirə içliyə duz əlavə etmirəm. Pendir kifayət qədər duzludur. Daha sonra isə xəmirim hazır olur və xəmirimi 2 hissəyə ayırıram. Masamın üzərini qarğıdalı unuyla unlayıb yaxşıca xəmiri yayıram. Qarğıdalı undan istifadə etməyimin məqsədi odur ki, xəmirim daha yumuşaq olsun və daha ağızda dağılan olsun. Qeyd edim ki, xəmirin artıq qalanından mən çörək hazırladım. Əgər sizdə də artıq qalarsa bu şəkildə dəyərləndirə bilərsiniz. Xəmirimi yaydıqdan sonra listimi qəşəngcə yağlayıram və hər tərəfinə gözəl bir şəkildə yayıram və biraz da çalışıram ki, xəmir listin qıraqlarına doğru qalxsın. Heç olmasa bir yarım santimetr yuxarıya qaldırıram. Hazırlamış olduğum içliyi isə içərisinə əlavə edib yaxşıca hər tərəfinə yayıram. Boşluq saxlamıram. Və daha sonra isə listimi bir kənara qoyub digər xəmirimi də yaymağa başlayıram. Eyni şəkildə qarğıdalı ununu hər tərəfinə bulayıb yaxşı bir şəkildə çox da nazik olmayan təxminən 3-4 mm qalınlığında bir xəmir hazırlayıram və daha sonra listimə yerləşdirib hər tərəfini yaxşıca basıram əlimlə ki, açıq yeri qalmasın. Üzəri üçün 1 ədəd yumurta, biraz sarı kök və biraz da duru yağı qarışdırıb mümkünsə əvvəlcədən bunu hazırlayın. Daha sonra xəmirimin üzərinə yayıram. Buna öncədən hazırlayanda yumurtanı, sarı kökün və yumurtanın rəngi bir-birinə daha yaxşı olur və pişəndə çox daha qəşəng bir rəngi alır. Mənim təəssüf ki, öncədən yadımdan çıxmışdı, son anda hazırladım. Ona görə də istədiyim kıvamı ala bilmədim, türklər demiş. Son olaraq isə üzərinə ağ küncüt və qara küncüt də əlavə edirəm. Öncədən isitdiyim 170-180 dərəcə sobanın istiliyinə asılı olaraq 170-180 dərəcədə sobada altı üstü pişənə qədər qızardıram. Böreğimin son halı bu şəkildədir. Doğranmış halını da görürsünüz. Hazırlayan hər kəsə indidən nuş olsun. Özünüzə yaxşı baxın. Hələlik.